Biz sizə Tofiq Bəhramov adına Respublika stadionundan xəbər veririk. Bəli, Azərbaycan çempionu Qarabağ UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Danimarka Kopenhagenini 2-0 hesabı ilə məğlub etdi. Bu tarixi qələbədə qolların müəlliflərini sizin diqqətinizə çatdıracağam. Deməli, 28-ci dəqiqədə Abdullah Zubir sükutu pozdu və komandamızın ilk qolunu vurdu. Fasiləyə 1-0 üstünlüklə yollanan komandamız 83-cü dəqiqədə Emanuel Adda ilə hesabı daha da arttırdı, fərqi çoxaltdı. Bəli, Qarabağ ikinci dəfə Kopenhageni məhz bu arenada Tofiq Bəhramov adına Respublika stadionunda məğlub etdi. Bu tarixi uğurdan sonra artıq Qarabağ ikinci üç xalını qazandı. Bu da artıq onun üçün kifayət qədər böyük bir uğurdur. Onu da təkrar qeyd etmək istəyirəm ki, UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində ilk ev oyununda baş verdi bunlar. Mənim sizə çatdıracaqlarım bunlar idi. Siz isə Realı izləməyə davam edin.